Esselamu Aleyküm ve Rahmetullahi Teala ve Berekatuh. Ömür kısa, imamlarınsa sayı çok. Buna göre kısa ikisini birden götürerek. Birinci imamımız İbn-i Şihab-ı-Zuhri Rahimahullah Teala ve huve seyyidü min saadati sıgâr tâbi'in. Tabi'inlerdendir, sahabeleri görmüştür. Ama tabakat sıgâr tâbi'in, küçük tabi'inlerdendir. Ne demektir küçük tabi'inler? Yani artık onun zamanında sahabeler vefat etmişti. Sayıları parmakla sayılacak kadar sahabe görüp. Gördüğü sahabelerden ve götürdüklerinden Ebu Hureyre ve Abdullah ibn Abbas ve Enes ibn Malik ve böyle. Yani küçük sahabeler ki onlar Allah Nebisi sallallahu aleyhi ve sellemin ehdinde, zamanında uşaqlarıydı. Sonra onlar sağ kaldı. Sonra onlar ulduzlara çevrildi. Ümmetin alim sahabeler oldu. Ama sıgar, küçüktüler onlar. Ve bizim tabimiz de sıgar tabinlerdendir. Yani artık onların son merhalesine çattı. Kimdi? İslam tarihinde hadis ilmini, ilmi madde olarak tedvin eden, telif eden ilk alimdir. Buna göre vaciptir ki onu mütlaka götüren kimdi o? Ez-Zuhri. Hadisi isnadıyla okuyanlar onun adını bilirler. İmam Bukhari'nin ravilerinin içerisindedir. Haddesena Zuhri. Yazıca gelir. Huve İbn-i Şihab Ez-Zuhri. Hafiz. Tabii ki hafiz şek yoktu ki Kur'an'ın hafızı aynı zamanda hafizul hadis. Nece hifzederdiler hadisi? Musteneden. Diğerdeki misal şöyle. Haddesena Zuhri. An Sa'id ibn Musayyib. An Abdullah ibn Abbas enne Resulullah sallallahu aleyhi ve sellem kâle. Yani bunlarda hadisler musteneden isnadla idi. İsnadı da ezberleyerdiler, ruvatları da ezberleyerdiler ve sonra hadisin metnini hiç tehrif etmeden, ne kelime artırar, ne azaldar, ne de ki bir şekil, yani hareket tehrif etmeden olduğu gibi bid-dabti vel-itqan bizim zamana getirip çıkardardılar. Bizim kahraman El-Quraşi. Bilirsiniz ki Kureyşler netice itibariyle Allah Nebisi sallallahu aleyhi ve sellemin soyunda ya 5, ya 6, ya 7, ya 8, ya 9. babasında birleşir. فَهُوَ الزُّهْرِيُّ الْقُرَشِيُّ الْمَدَنِي Medinelidir, Zuhri'dir, El-Quraşi ve zamanının mühaddislerinin imamıdır. Zuhre kabilesindendir. Kureyş'in Zuhre kabilesinde kim vardı bizde? Abdurrahman İbni Avf radıyallahu anhu yazı geldi. Ve yaşadığı zaman Umeyye halifelerin zamanıydı. Umeyye de Kureyş'idir. Osman bin Affan ve Muaviye bin Ebi Süfyan'ın neslidir bilirsiniz. Tesevvür edin Halife El-Quraşi. Alim El-Quraşi. Üst üste geldi. Laf el oldu. Bu itibarla bizim alimimizin yani hilafet zamanı, Umeyye hilafeti zamanı çok büyük bir ihtiramı, bir ta'zimi var idi. Yani onun saraya girmesi yaşıl ışığıydı. Böyle deyək də, yani o kəslərdən idi ki, ürək istediği zaman saraya daxil olabilir, halifeye müraciət elə bilərdi, yaşıl ışıq. Çünkü Umavi dövləti, Ərəb dövləti idi, Umavi dövləti, El-Quraşi dövləti idi, Umavi dövləti. Bilirsiniz ki, Muaviye ibn Ebi Süfyan, El-Umavi ve Umeyye Allah Nebisi sallallahu aleyhi ve sellemin babasının kardeşidir, emirler sayılır. Bu itibardan onu çok büyük hürmet ederdiler. Sahabelerden çok az insan görmüş çünkü artık son merhaleydi, ona göre sıgar tabi'in ama tabi'inlerin ağası en çok sahabe görmüş alim Sa'id ibn Musayyib'in bizzat yani şagirdidir. Bizzat şagirdi ne demekti? Rukbeten rukab. Yani birinci safta imamın ayağının altında ilk oturan şagird odur. Var ki mecliste oturup hardasa 10 bininci nefer. Ben de görmüşüm onu. Yok. Bir de var ki rukaben rukab. Yani dizden dize. Yani Sa'id bin Musayyib'in yani yanında ahra kimi aldı ta ki 8 yıldan sonra şeyh dünyasını değişende çok kızıl tövsiye etti. Gör ne dedi onun hakkında? Deyir ki men mâte ve tereke mislek lem yemut. Yani artık rahat ölebilirim. Yani senin kimi özünden sonra şagird bırakan insan rahat ölebilir. Yani öyle bir şagirddir. Yani Sa'id ibn Musayyib'in bütün ilmi ondadır.
Tabii ki onun da şagirdleri onun seviyesinde ulduzlardır. Maşayihı da onun ulduzlardır. Yani ilmin ulduzlardır. Gelin tanışalım. Kimdi o? İsmi Muhammed İbni Muslim, İbni Ubeyd İbni Abdillah İbni Şihab. Qəbilə Zuhra qəbiləsidir. Hansı qəbilədir? Qureyşin Zuhra şiabındandır. Abdurrahman İbni Avf da o qəbilədəndir. Umeyye zamanı, Umeyye xilafəti zamanı yaşamışdır və Umeyye xəlifələri ona xüsusi ehtiram göstərərdilər. Hicrətin 51, fikir verir rəqəmə, 51-52-ci ilində dünyaya gəlib, yəni hələm də sahabələrdən kiçik yaşlı olan sahabələr artıq qocamandılar, hələm də var, onları görüb və hicrətin 124-cü ildə vəfat eləyib və öz zamanında hədis alimlərinin imamlarından sayılırdı, hafiz. Deməli, Əl-Quraşi, Əz-Zuhri, Əl-Mədəni, Nəzilü-Şam. Nəzilü-Şam nə deməkdir? Şama köçmüş. Sonradan orada yaşamış. Niyə görə? Çünki Umeyyə xilafətinin sarayları, iktidarı Şamdaydı və Şam alimləri özünə toplayan, yəni həm paytaxt, həm də ki elmi mərkəzə çevirmişdi. O artıq ora köçdü və orada yaşadı. Nəzilü-Şam. İbn-i Şihab-ı-Zuhri tərifləri deməyəcəm. Thawri haqqında gələn təriflərini eyni mislində həmin imamlar onun haqqında demişdi. Burada müxtəsər eləyək. Digər imamlarda gördüyünüz eyni sifətlər onda var. Abidun, zahidun, savvamun, qavvamun, hafizun, dabtun, ayətun fil-hifzi və zəkə. Yəni hifzdə və əzbərdə ayətdir, möcüzədir. Sifəti, keyfiyyəti deməli uzun saçlıydı. Saqqalı Əbu Bakr Sıddıqın saqqalına bənzirdi. Xafiful aridayn, çənələri görsənir, çənəsi saqqalın dibindən görsənir, saqqalı çox zəif yetişirdi. Tünd hənə vurardı, lap tünd hənə vurardı ki, uzaqdan qara görsənərdi, əslində tünd qırmızıdır. Saçı və başına da hənə vurardı. Və kənə bihi ə'məş, onun bir göz xəstəliyi var idi. Bu göz xəstəliyinə bizdə tibdə toyuq körlüğü deyirlər. Gün ortalar çox pis görür, gecələr heç görmür. Kənə bihi ə'məş. Boyu qısaydı. Rahimehullah Teala. Özü xilafətin ordusunda əskər idi. Rusu da oradan gəlirdi. Elə belə əskər deyildi, komutan əskərlərdən idi. Böyük rütbəsi var idi. Kənə bi rütbətil əmir. Yəni, maşallah komutan və hətta deyərək komandir səviyyəsində bir əskərdi xilafətin ordusunda. İslam'a verdiği töhfəti. Ömer İbni Abdülaziz'i tanıyırsınız. Halifetur Raşid. Rahimahullah, yadınıza geldi. Ömer İbni Abdülaziz'in xilafəti qısa oldu. O, Ömer İbni Abdülaziz'in subhanallah İslam'a verdiği töhfətlər bu qısa müddətdə sahib qutarma olmur. Və Ömer İbni Abdülaziz'in ən böyük verdiği töhfət İktidara gələndə İbn-i Şihab-ı-Zuhrini saraya dəvət edir və deyir ki, hədis elminin əsasını qoyacaqsan. Artıq bu dəfə hədis elmi kitab şəklində olacaq. Tədvin şəklində olacaq. Yəni İmam Buxaridən qabaq elə bir ki, Zuhrinin toplumu. Və elhamdülillah Ömer İbn Abdülaziz'in əmri ilə o artıq hədis alar, hədis verir, rivayət elər və hədisin ilk tədvinini, ilk kitab şəklində hədisi toplayan İslam tarixində yəni alimlərdəndir. Və Ömer İbni Abdülaziz onun haqqında buyurur ki, çünki mənim zamanımda, yəni Ömer İbni Abdülazizin o qısa müddətində ondan daha elmli, hədisi bilən insanı o tanımırdı. Dedik ki, onun müəllimləri İslam dünyasının ulduz alimləridir və onun şagirdləri də özündən sonra onun səviyyəsində şagirdlərdir ki, biz onların da həyatını bir-bir inşallah öyrənəcəyik. İmam Leyfi Rahimullah onun haqqında deyir ki, kənə alimən mevsuiyən, o hər tərəfli alim idi. Yəni bizim təbirlə allamə, hər tərəfli alim. Nə deməkdir? Yəni nahv və sarf, qrammatikadan soruşsaydın deyərdin ki, bu lüğət alimidir. Təfsirdən soruşsan deyərdin, yox, bu təfsir alimidir. Hədis və usul və rical və rivat və həmçinin mutundan soruşsa deyərdin ki, yox, bu hədisin imamıdır. Hətta tibdən soruşsan deyərdi ki, yox, bu deyəsin cərrah həkimdir, buna çatan həkim yoxdur. Yəni hansı fəndən soruşsan, huva bahrun. Kimi xatırladır? Abdullah İbni kimdir? Abbas. Onun şeyhini xatırladır. Allahu Akbar. Bizim bu imam da hafizun, thiqatun, dabt
və çox təmrin eləyərdi, əzbərini gücləndirməkdən ötürü çox məşq eləyərdi. Hətta onun çox qəribə, lətif əməllərindən də biri, onun bir kəniz köləsi var idi, qız uşağı. Birdən onu oyadar və deyərdi ki, Həddəthənə Səvri və Həddəthənə Səud ibn Müseyyib an Əbi Hüreyrət. O deyir ki, mən və Səvri ilə nə işim var? Qoy yatımda, dedi ki, yox, əzbər ancaq belə nə olur? Və neynərdə qızcıqadı, oyadardı və əzbərini onun üzərinə dağırdardı, tökərdi ki, tək əzbərini təkrarlamış olsun. Qur'anı 80 günün içərisində əzbərlədi və topladı. Bax, 80 gündür biz görüşürük sizlə. Hansımız biriniz bu 80 gün içərisində Qur'anı başdan ayağa əzbərlədi və topladı könlündə, köksündə. İndi biliriz bunun hifzi necə idi? Ayə fil hifz. 80 günə, yəni 80 günə 3 aydan qısa bir müddətə Qur'anı əzbərlədi. Özdə necə əzbərləmək? Yəni əzbərli və əzbər danışırlar. Var dövlətli idi, varlı karlı idi, səxavətli idi və subhanallah çox cömərd idi, kasıbları çox yanardı. Hərdən böyük məbləğdə borca girərdi ki, kasıbları neynəsin, qani etsin, onlara əl uzatsın. Və onun həyatındakı ən maraqlı məqamlarından biri Abdülməlik ibn Marvanın yanına gəlir. Umami xalifələri onu çox təzim edərdi. Və deyir ki, ya əmir-i-müminin, mənim yaşadığım bəldədəki kənd əhalisi çox kasıbdır. Hətta o səviyyədir ki, vəziyyətləri acınacaqlıdır. Mənə, yəni Beytül-Məl-Müslimin, müsəlmanların malından borc ayır, onlara dağırdım. Deyir, nə qədər istəyirsən? Qalə əlfə-əlfin, 1 milyon dirhəm. Bütün kənd bərbad vəziyyətdədir. Yəni, kənd sürünür acından. Ərləri cihadda, fütuhatlarda, yəni insanlar bərbad gündə. Abdülməlik ibn Marvan, xəlifət Əl-Umavi, yəni əlfə-əlfin, 1000 dəfə 1000, 1 milyon dirhəm ayırır Beytül-Məl-Müslimin və o öz əlləri ilə onun hamısını faqir fuqaraya paylayır, oradan da heç nə özünə götürmür. Və illər keçir, Abdülməlik ibn Marvan dünyasını dəyişindən sonra onun oğlu Hişam ibn Abdülməlik hakimiyyətə gələndə sanki onun başına qalxmaq istəyir. Deyir ki, dədəmdən pul götürmüsən, 1 milyon. O da qayıdıb ona deyir ki, xeyr, mən müsəlmanların malını götürüb müsəlmanlara paylamışam. Əxəztu min məlil muslimin. Müsəlmanların malına götürdüm, Beytül maldan. Müsəlmanlara da payladım, amma düzdür, öz adımdan götürdüm, borç kimi. Və burada bir lətif hadisə olur, bununla müxtəsər ilə keçək növbəti qəhrəmanımıza. Siz bilirsiniz ki, Umeyyə Muaviyə nəslindəndir, radiyallahu anhu. Və Muaviyə radiyallahu anhu və Ali ibn Əbi Talib radiyallahu anhuma onların arasında müharibə olmuşdu və qanlar tökülmüşdü. Nəhəng, yəni mömin tayfası bir-birinin qanı tökmüşdü və bunlar çox qəribədir. İkisi də mömin tayfası, ikisi də bir-birinin qan qohumları hər tərəfdən. Yəni belə fitnələr olub tarixdə və nəticədə Muaviyə tərəfində olanlarda Ali ibn Əbi Talibə qarşı bir xəstəlik meydana gəlmişdi. Çünki bunlar öz əmlərini, dayılarını, qardaşlarını, uşaqlarını, qadınlar ərlərini itirmişdilər. Yəni hər kəs günahı bir digər tərəfdə görürdü. Və Muaviyə tərəfində olanlar, o məvlərdir müsəlçi bunlar, hakimiyyətdədir. Bunlarda nasubilik xəstəlik bakteriyası bunlara düşmüşdü. Ali ibn Əbi Talibin adı gələndə neynirlər? Beyinləri çövürürdü, hətta söyə bilirdilər, hətta lənət edirdilər. Və bu fitnə olmuşdu tarixdən və düşmənlər bu fitnədən məharətlə istifadə edib öz sapıq batil firqəsini qurmuşlar, bilirsiniz. Amma açıq deyirik, onlar bizdən, biz də onlardan uzaqıq. Və Hişam ibn Abdülməlik, xəlifə, Öməvi xəlifə, o xəstəliyə tutulmuşlardan idi. Kənə nasubiyyən. Ali ibn Əbi Talibin adı gələndə, beyni çevrilirdi. Və bir dəfə neyniyir? Başlayır bir alimləri saraya dəvət eləməyə. Əvvəlcə gelir yanına Süleyman ibn Yəsar. Bu alim deyil, bu abiddir. Abiddir. Soruşur ki, bu ayət kim üçün gəlmişdi? İnnellezîne câû bil ifki usbetun minkum la tahsabuhu şerran lekum bel huve hayrun lekum likulli imri'in minhum mektesebe minel ism vellezî tevellâ kibrahu minhum lehu azâbun azîm. Kimdi o kəs ki, yəni bu günahın başı odur. Yəni ifk hadisəsində Ayşə böhtan atan, günahın başı, ən böyük əzab çatan insan kimdir? Bunu kim soruşur? Xəlifə Hişam ibn Abdülməlik.
Abid Süleyman İbni Yasar deyir ki, o bu ayet kim için gelmişti? Fitnenin başı, əzab en büyük okunan Abdullah bin Ubey bin Selul, Ra'sul münafiqin, münafiklerin başıdır. Qaydı ona ne dese yaxşıdır? Kezebt, yalan söyledin. Huve Ali, o Ali'dir. Süleyman İbni Yasar hak söyledi. O münafiklerin başı olan Abdullah bin Ubey bin Selul, ayet onun için gelip. Halifeye de cevap qaytarma asan değil. Sen hüccetin o kadar güçlü olmalıdır ki, sen ona cevap qaytaranda yani durabiləsən qabanda. Ve halife ona bu şekilde ne deyir? Rədd verir. Birden hemen an elhamdülillah bizim qəhrəman, alim İmam el-Hafiz İbn-i Şihab el-Zuhri içeri daxil olur. Halife deyir ki ona, bu ayet kim için nazil olub? Men illezî tevelle kibrahu minhum. İfk hadisesinde Ayşe böhtan atanlar arasında en büyük günah sahibi mesler kimdir? Bizim kahraman İmam Zuhri deyir ki, huwa Abdullah bin Ubey bin Selul. Eyni cevap. Ra'sul münafiqin, münafiklerin başı. Qaydı imamı ne dese yaxşıdır? Kezebt. Yalan danıştın. Yani təəssübkeşliğinden imamı ne deyir? Yalan danıştın. Şimdi bu imamın celaletine bakın, nüfuzuna bakın, heybetine bakın. Halife biz ne deyir? Ene ekzib. Ene ekzib la ebellek. Atan ölsün. Ben yalan danışıram. Halifenin üzerine deyir. Bir vallahi lev nâde munâdim min fevki seb'i semâvât ya ehlel ardı inni ehleltu lekum el kezibe me kedebt. Andolsun ki Allah'ın izzet ve celalına onun emriyle göyden bir carçı dese ki ey yer ehli bugünden sonra yalan danışma halallık yerinde danışmardım. Ben yalan danıştım. Yani ben hadis ravisi, ümmetin hadisi mende, isnadı mende, insanlar bana itibar edip fikatun sebt, ben yalan danışırım yani atan ölsün deyir. Hadisi dinle, isnadına getirir. Hafızda bu. Qal, haddethena Sa'id ibn Urva, haddethena Ubeyde, haddethena Alqama ibn Waqqas, an Aişete ummul mu'minin, radiyallahu anha, qalet, اَلَّذ۪ي تَوَلَّ كِبْرَهُ هُوَ Abdullah bin Ubey bin Selul. Yani bu yoldan geçen bir abid değil de bu insan hafız. İsnadı ezber bilir. Her rabinin doğum ve ölüm tarihini, niceliğini, kimliğini, kimden götürüp, hardan götürüp, fikatun sebt. Yani sen yoldan geçen abide diyebilirsen. Ama buna geçmir. Deyir ne? Ene ekzib la ebellek. Ben yalanlaşırım, atan ölsün. Allahu Ekber. Ve halife bu anda onun başına kalkmak ister ki atamdan, Abdülmelik bin Marwan'dan 1 milyon dirhem götürmüşsən. Sanki onu sındırmak isterdi. Çünkü burada 2 tane nüfuz baş başa geldi. Sultan nüfuzuyla alimin nüfuzu. Öyle değil. Taht 2 tahtı da. Alimin tahtı, sultanın tahtı. Dedi atamla Abdülmelik bin Marwan'dan 1 milyon dirhem götürmüşsən. Qal ya eyyuhel emir. Ey emir sahibi. Birinci, ben onu Müslümanlar için götürmüştüm. Şahitlerim de var. Sen de hem şahitlerden birisin. Özüm için götürmemiştim. Ve o atanın malı değil. O Müslümanların malıdır. Müslümanların evinden götürülüp. Min beytil mâlil muslimin. Müslümanların malından götürülüp Müslümanlara da dağırdılıp. Şimdi halife istirah heybetini saklasın. Burada əzizdə, burada doğum bağladı. Nedir ona? Borcunu silin, gedebilirsen. Borcunu silin, gedebilirsen. Olsa silmezsini. Düzdür yazıp öz adına götürüp, yani imza olarak adı geçir orada. Ama fakt oldu ki Müslümanlardan Müslümanlar için götürüp de dedi borcunu silin, gedebilirsen. Böyle onu yola salır. İmam da ne diyedir? Elhamdülillahillezî huve min indi. Hamdolsun Allah'a ki bütün bu nimetler yine de ondandır. Hicretin 124. yılında vefat eləyir. Ramazanın 27. gecesinde Allahu Ekber. Allah subhanahu teala ona rahmet eylesin. Keçirik birbaşa ikinci qəhrəmana. İkinci qəhrəmansa artık 3. neslin nümayəndəsidir. İmam Evza'i. Eşittiniz, duydunuz. İmam el-Evza'i. Bunun zamanında demək olur ki artık sahabe tapmaq mümkün değildi. Eğer kalmışsa 1-2 sahabe kalmıştı. Sığar sahabe onları da tapmaq çok çetin idi. Bu bizde yani 3. nesil nümayəndəsidir. Adı Abdurrahman İbni Amru el-Evza'i. Bizim qəhrəman Ərəb değil. Bizim qəhrəman
çayın obursu tərəfindəndir. Yəni Dəclə və Fərat çayının arxası. Yəni Türkmenistan, Afganistan bu torpaqları, Mərva diyarı, Xorasan diyarı, yəni Fars torpağının ərazisi. Bu nəsil girov tutulur, əsir tutulur və müsəlmanların xilafətinə gətirilir. Elhamdülillah sonra İslamda daxil olurlar və sonra bu nəsildən həmin bu uşaq dünyaya gəlir, Abdurrahman, ki o Əl-Əvzə'idir. Əvzə'i yəni çox uşaq ikən atasını itirir. Uşağın təqribən 1 ya 2 yaşı olanda atası vəfat edir, uşaq yetim böyüyür. Baxın qardaşlar, İslam ümmətində necə analar olub. Baxın, deməli, uşağın ya 1 ya 2 yaşı olanda atasını itirir uşaq, olur yetim. İndi normalda anası ərə gedə bilər, elə deyil. Anası ərə getməyi özünə haram edir, qadağan edir. Niyə görə? Bütün potansiyalı uşağı böyütmə və tərbiyəsinə versin və nəzir elə ki, bu uşağı mən alim edəcəm, ümmətin alimi. Ona görə özünə nikaha haram edir. Nə məndə haram? Yəni şəri haram olaraq yox. Yəni nikaha girməyəcəm və bütün elçiləri rədd edir. Heç kim elçi gəlməsin. Yəni Abdurrahmanın anası ərə getməyəcək, bunu bilin. Və deyir, uşağın üzərinə düşür. Uşağı böyüdür və nəticədə ümmətə Əvzə'i kimi bir imam yetişdirir. Baxın necə analar olub. Allahu Akbar və lilləhəmd. Və onun da dərəcələri, keçmiş imamların dərəcələri ilə eynidir. Onları təkrarlamaya ehtiyac yoxdur. Zuhda imam, təqvada imam, hədisdə imam, təfsirdə imam, əl-vara imam, hər şeydə, rəsən fi kulli şey. Faqihən alim. Abdullah ibn Mübarək deyir ki, bizim zamanda hədis imamları 3'tür. Yəni Abdullah ibn Mübarək deyir ki, elə bir zaman gəldi ki, artıq sağ qalan hədis imamları 3 nəfər qalmışdı elə bir ki, məşhurlar. Onların sözü bir ara gələndə artıq hüccət sayılır. Kimdir? Əth-Thawri keçdik. Əl-Əvzə'i indiki qəhrəmanımız və İmam Məlik İbn Ənəs. Bunlar üçü də bir hədisə desələr ki, hədis səhihdir, söhbət bitdi. Hədis səhihdir. Rasulullah sallallahu aleyhi ve sellem belə söylüyor. Xəlifələr ona təzim göstərərdilər, onun elminə, cəlalətinə. Boynuna məcbur olaraq qava, yəni hakimliyi qoydular ki, hakim olsun. 9 gün təqribən, 6-9 gün arasında hakim oldu, qaldı və sonra yalvardı, yaxardı ki, nə olun, məni azad edin qavadan. Və elhamdülillah qadadan çıxır, yəni hakim olmaq istəmir. Baxma ki, hökmü kitab və sünnə ilə verirlər. Və təzdən hədis elminə və fiqh elminə qayıdır. İmam Thawri biz geçtik. İmam Thawri bundan yaşta kiçikdir qardaşlar. İmam Thawri yaşta bundan kiçikdir, Əvzə'dən kiçikdir. Baxın, görün o dövrün sələfləri bir-birinə necə sayğı, hörmət eləyərdilər, alimlər. Demək, Thawri Məkkədə idi və eşitəndə ki, Əvzə'i həccə gəlib, Məkkədən çıxardı onu qarşılamağa. Şeyxin dəvəsinin kəndini götürər, belinə bürüyər, boynuna və ağzına salardı kəndini İmam Thawri. Və Məkkəyə o şəkildə girərdi, əlləri də açıq. İfsahul şeyx, İfsahul şeyx. Şeyxə yol verin, şeyxə yol verin. Ki verin? Əvzə' üçün belə bir ehtiram göstərərdi. İşə namazından sonra gecə namazına qalxardı. Kənə bəkkən, çox ağlayan idi, həddindən çox ağlayan idi. Hətta o səviyyədədir ki, onun namazgahı sapsarı idi və yaş olurdu. Çox ağlayan idi. Və sübh namazına kimi gecə namazını yəni ehya edərdi və namazı çox qiraət yox, çox səcdə yox, çox ruku yox, çox ağlamaqla keçərdi. Çox ağlamaqla keçərdi. Onun Muhammed adında bir körpə uşağı var idi. Və anası tez-tez ziyarətə gələrdi, şeyxin ziyarətinə gələrdi anası və həyat yoldaşı çalışardı ki, anası onun namazgahına, öz otağına girməsin. Və bir dəfə anası icazə almadan oğlunun namazgah otağına girəndə, onun kitabxanasında və namazgahında əyləşəndə görür ki, yer bütün yaşdır, ya da ki, sapsarıdır. Arvad qəzəblənir və gəlini başlayır söyməyə. Qatələkillə, Allah səni öldürsün. Gəlinə deyir. Hara baxsan, kör olasan. Allah səni öldürsün. Niyə körpəni bura buraxırsan? Buranın bütün sidik eləyib, idrar eləyib, batırıb, şeyxin namazına nə gündə?
Və arvad deyən var, qateləkillə, qateləkillə, qateləkillə. Ağrıda gəlin dözmədi, dedi ki, ya ümmə, uskuti, anacan, sakin ol. Vallahi bu uşağın idrardır. Bu sənin oğlun şeyxin göz yaşlarıdır. Onun namazgahı bütün göz yaşı ve bütün sapsarıydı. Ve halifeler çalışardılar, onu özüne yakınlaştırsınlar. Onlardan mesafe saklayardı ve derdi ki insanların ihtiyacı olmasaydı, insanların ihtiyacları olmasaydı hiç vaxt onların yanına girmezdim. O da həmçinin Müslümanlar için onlardan paylıdır. Ve bilirsiniz hansı mərhələdir bu kardeşler? Umavi xilafətin sonudur. Umavi xilafətindən sonra bilirsiniz ki Abbasi xilafəti geldi. Ama necə geldi? Çoxsu bunu bilmir. Qılıncla geldi. Çevriliş oldu. Abbasiler kimdir? Abbasiler de Kureyşlidir. Abbasiler kimdir? Abbasiler Peygamber sallallahu aleyhi ve sellem əmsi Abbas. Ve hemşinin oğlu Abdullah ibn Abbas hemin nesildendir. Ona göre dilvi feragat sakla. Ali ibn Abi Talib'e söylemeyen ahırı budur. Bakın. Subhanallah. Tarihe bakın. Şimdi ne oldu? Allah ele eledi ki Abbasi hilafetine gelen insan dehşet kan töken insanıydı. Sağına soluna bakmazdı. Kâne seffâket dima. Yani kan töken idi. Ve neydir? Umavi hilafetini devirir. Minlerle Müslüman kanı tökülür. Minlerle. Ve hakimiyeti tam alır. Ve Umavi halifesinin ahırına çıkır. Ahır o nesil biçilir. Artık onlardan işin kalmır. Təsəvvür gelirler, bunlar iktidar çıxırlar. Onların saraylarına da, mallarına, her şeyine de ne olur? Sahip çıkırlar. Şimdi teze iktidar var. Abbasilerdir. Bak böyle değişilir. Yani Hasanlıkla değişilmir. Ona göre orada emel başta çevriliş olup. Yani değişiklik olup. Bir Umavi, bir Abbasi. Ve halife Cafer, Abu Cafer el-Mansur. Öz əmsi, özü kimi xasiyyətli, çox qan tökən, sağına soluna baxmayan bir nəfəri də baş vəzir təyin edir. Yəni baş vəzir, yəni nazir, baş nazir təyin edir xilafətə. Və bir dəfə o, deməli bizim qəhrəman da Əl-Əvzə'i Beyrutdandır. Nəbulus və Beyrut. Qədim zamanlarda qardaşlar, bu dövlətlər yox idi. Suriye dövləti, Lübnan dövləti ki, Livan deyirlər ona, həmçinin Fələstin dövləti. Bu 4 tane dövləti yarıdayla beraber bütün onun adına deyirlər Şam dövləti. Şam diyarı. Sonradan onları dövlətlərə böldülər. Əslində bunlar bütövdür, bunlar ise bəldeler idi, şəhərlər idi. Şəhərlər idi, əmirliklər idi. Bizim qəhrəmanımız Şam alimidir, Beyrutdandır, Nəbulsidəndir. Həmin bu Abu Cafer Mansur'un əmsi, baş vəzir Şam'a deməli təyin olunur və əyyanlarına soruşur ki, bizi bəyənməyən kimsə var xilafətdə, bizim məmləkətdə. Bizə qarşı xuruc eləyən, bizi bəyənməyən, bizi sevməyən. Və onun yanındakı insanlar nədənsə Əvzə'ini şərləyirlər. Deyirlər, ya əmir, sənin durduğun bəldədə, vilayətində bir nəfər var ki, səni qəbul eləmir, səni bəyənmir. Daima kardeşler, alimler fitneye düşürler. Alimler, ilim ehli, irfan ehli, nüfuz ehli həsəd edenler tərəfindən. Və əmirin ətrafındakı əyyanlar Əvzə'ini şərləyirlər. Deyir, o insan səni qəbul eləmir, səni görən gözü yoxdur, səni sevmir, yəni olsa xuruc əhli olacaq. Niye bu qənaətə gəlirlər? Çünkü ümumən alimler, xalifeler tərəfindən təqdir edilirdi. Bunlar da fikirləşirlər ki, buna qabaq kim olub? Öməvilər. Demək ki, xalifə Öməvi xəlifənin içində mütləq bunların bir dostluğu, bir cəlaləti olub. Onda olsa bu olacaq. Onlar təzə gəlir indi, təzə gəlir hakimiyyətə. Və nə baş verir? Həmin bu baş vəzirin adı Ali ibn Əbi Muhammed olur. Ali ibn Muhammed olur. Abbasi. Deyir, gedin onu evindən getirin bura. Digərlər İmam Əvzə'ini necə götürürlər? Qandalıyırlar, zənc edirlər, ihanət edirlər, alçaldırlar, onu qatırın üzərində gətirirlər saraya. İmam Əvzə'ni dinləyək, nə danışır? Deyir, mənim bu şəkildə dalınca gələndə və xəbər çatanda əbamın altından kəfənlərimi geyindim. Kəfənlərimi.
Yəni getdi də başım getdi. Artıq mən ölümə gedirəm. Və bilirəm ki, əmir sahibi mənə suallar verəcək. Və sualların cavablarını da özünə istədiyi şəkildə məndən tələb edəcək. Və mən onun istədiyi şəkildə cavab verməyəcəm. Yəni, haqq nədir onu söyləyəcəm. Bu da onu qane etməyəcək. O ilə də mənim boynum gedəcək. Çünki o insan boyun vurmaqda mahir idi. Ona görə nə edirəm? Deyir ki, rahiməhullah, əbamın altından kəfənlərimi geyindim və qusul aldım, evdən çıxdım. Gəldilər, qandalladılar, zəncirlədilər, məni qatırın üzərinə əyləşdirdilər, ihanət edildilər. Və sarayın yanına yaxınlaşdıranda, qatırdan düşürdəndə gördüm ki, 2 saf düzülüb. Bir safın əlləri qılıncın üzərindədir. Məni görəndə qılınclar seyrildi və göyə qalxdı. Digər safda da toppuz zəncirlər. Dedim, hə, burada artıq mənim boynum getdi. Yaxşı ki, vaxtında qusul alıb kəfənləri altdan geymişəm. Saraya daxil olanda qan tökən xəlifənin baş vəziri Ali ibn Muhammədi taxtında gördüm. Əlində də hakimiyyət çubuğu var idi belə. Çubuq var idi, onu tez belə vururdu yerə. Onu taxtında gördüm. Subhanallah. Və önündə inək dərisi. Bu inək dərisi nə deməkdir? Yəni, boynun vurulması üçün gəlib bu. O inək dərisi qardaşlar, deməli, inək dərisini bir-birinə tikərdilər. Çox böyük bir xalça meydana gələrdi, qara dəridən. Bu, eydam və ölüm əlamətidir. Yəni, əgər o dəri xəlifənin taxtının önündədirsə, deməli, çağırılan bu olaq öldürülmək üçün çağırılıb. Niyə görə? Çünki həmin o dərinin üzərinə çıxar, soru-sual edilər və sonra onun bir işarəsi ilə onun boynu gedəndə ora bütün qan dağlar. Qan hara dağlar? Dərinin üzərinə. Dəri də çox genişdir. Ki, saraya qan düşməsin, ləkə düşməsin, mərmərə, yerə, xalçaya. Və sonra onun oradan cəsədini götürəndə həmin insanı nə edərdilər? Tez dərinin üzərindəki qanı yığardılar, silərdilər və dərini aparıb təzdən yuyub, təzdən növbəti eydam üçün hazırlayardılar. Yəni, o dərini insanlar tanıyırdı. Bu dəri eydam dərisidir. Eydam dərisi çox geniş, belə bir-birinə tikilmiş böyük bir dəridir. Sarayın içərisinə girəndə gördüm, yəni, baş vəzir Ali ibn Muhamməd, qan tökənin əmsi, taxtında oturub, əlində də hakimiyyət taxtası çubuğu, pis baxışlarla belə mənə baxır və taxtanı belə vurur, qaldırır və məni düz dərinin ortasına gətirdilər. Əskərlər də sağından solundan əlləri qılıncda sanki əmri gözləyirlər. İşarəni gözləyirlər ki, boynum getsin. Əmir sahibinin sualı. Sual verir imama. Deyir, biz o məvi xəlifəsini devirdik. Boynunu vurduq və onunla vuruşanların hamısının qanına qaltan elədik. Onların qanını tökməkdə biz günaha batdıqmı? Sualı var. Cavab verə bilərsən bu suala? Onların qanı bizə halalmı? Onların qanını tökməkdə biz günaha batdıqmı? İmam Əl-Əvzə'i deyir ki, bu sualın cavabını verməmişdən qabaq özümü İzzət və Cəlal sahibinin din günündə təsəvvür elədim. Təsəvvür elədim ki, verdiyim bu cavabı orada məndən təzdən soruşacaqlar. Burada nəsə yola vermək olar, yəni sualdan qaçınmaq da olar, sualı dəyişmək də olar, başqa cavab verə bilmək də olar. Amma bu sualın cavabını mən o gün İzzət və Cəlal sahibi Cəbbara təzdən artıq verə bilməyəcəm. Və qətiyyətlə qərar verdim ki, ölüm var, döndü yoxdur. Haqq nədirsə onu eşitməyə məcbur olacaq, hətta boynum belə vurulsa. Və sonra ona baxdım, gördüm taxtında oturub, başını aşağı salıb və gözləri ilə pis baxışla mənə baxır və hakimiyyət çubuğunu yerə tez-tez vurur. Allah subhanət hələ onu mənim gözümdə milçəyə çevirdi. Öz izzət və cəlalını xatırladandan sonra. Fikirləşdim ki, qiyamət günü Məlik Yevmiddinin hüzurunda hara, bu hara. Və ölüm mənim üçün adiləşdi. Və qorxu qəlbimdən çıxdı. Qardaşlar, bu eytimaddır Allaha. Bax, buna deyirlər təvəkkül. Bu da imamlarda olur. Bunlar adi imamlar deyil. Yəni, belə hədis rivayət elədi, məsələ bitdi. Yox, bunlar sözün əsl mənasında imamdılar. Təqvada, zühddə, vara. Dedi, ey əmir sahibi, o ki qaldı
qanlarınız, onların qanlarını tökməyiniz. İndi isnad gətirir. Haddəsənə fulan. Haddəsənə fulan. Haddəsənə fulan an ammikə Abdullah ibn Abbas. Elə isnad seçdi ki, son ravi onun nəsli olan İbn Abbas'a gəlsin. Deyir, haddəsənə filan, o da filan kəsdən hədis elədi, o da filan kəsdən hədis elədi. Sənin əmin Abdullah ibn Abbas Allah Resulü sallallahu aleyhi ve sellem'dən belə xəbər verir. Görürsünüz tut onu. La yahillu demimri'in muslimin illa bis-salat. Müslümanın qanı yalnız 3 şeylə halal edilir. Es-seyyibu zani. Dul kişi və qadın zina edərsə. Düzdürmü? Evli olduğu halda yəni. En-nefsu bin-nefs. Cana can. O zaman onu edam eləyəndə yəni onun qanı halaldır. Və tariku li-dinihi fariqu lil-cema'a. Mürtəd, dindən çıxan və cemaatdan ayrılan. Bu 3 sinif insanın qanını şəriət halal edib, hakim onların qanını yəni axıda bilər. Ey əmir sahibi, sənin öldürdüyün müsəlmanlar və devirdiyin həmin o sultan bu 3 sinifin içindədirsə Allah yanında üzrün məqbul. Əgər bu 3 sinifin içində deyilsə, o zaman sənin sorğun qiyamət günü çox şiddətlidir, o günə cavab hazırla. Allahu Akbar. Deyir, bunu deyəndə dedim ki, bu saatca boynum gedəcək, hiss eləmədim yerdən. Yəni, qancılar hər tərəfdəndir. Əmir sahibi də başını aşağı saldı. Sanki başa düşdü ki, onu bağladılar, cavabı yoxdur artıq. Neyini bilərsən? Həddəsənə birbaşa əmim kimə biz nisbət oluruq? Abdullah ibn Abbas'a. O da Resulullah'dan. Sallallahu aleyhi ve sellem. Açıq hüccət qaldırdı. Neyini bilərəm? Yaxşı söylə mənə ya Uza'i. Biz onların malına da sahib çıxdıq. Yəni onların saraylarıdır, hər şey onlarındır. Onun da yəni arxasında geçdik. Onların malı, dövləti, hər şeyinə sahib çıxdıq. Bu şey işimizə bizə halaldır. Cavabında dedi ki, ey əmir sahibi, əgər onlar onu haram yoldan əldə etmişlərsə, o zaman siz 2 haramı birləşdirdiniz. Haramı yığmışların malına sahib çıxıb haram qazandınız. Əgər yox, onlar onu halal yoldan əldə etmişlərsə, onlar üçün halaldır, sizin üçün yenə də haramdır. Və deyir, baxıram, əmir sahibi hakimiyyət çubuğunu yerə vurur, kəskin başları baxır və deyir, bu saatçı boynum gedəcək, bu saatçı boynum gedəcək. Axırda əmir sahibi deyir ki, İdnə, yaxşı bir möcüzə ver, bizi titrət. O birdən dilərə şey yapdı, bir dənə titrət də bizi. Gör kimdə nə istəyir, yazıq. İndi bunu elə oyuna qoyacaq ki, peşman olacaq onu oraya çağırmağa. Deyir, ya əyyuhəl əmir, ey əmir sahibi, i'ləm ənə mövqifəkə beynə yədəyillahi şədid. Ey əmir sahibi, bil ki, sənin qiyamət günü halın çox pisdir. And olsun ki, bütün yer üzərinin sərvəti bu saçı sənin əlində olsa və qiyamət günü izin verilsələr ki, onların hamısını ora gətirəsən ki, fəda verəsən ki, oda girməmək üçün lən tuqbələ mink. Əl-İmran surəsində yazı gəlir, o səndən onsuz da qəbul olunmayacaq. Elə isə o sabah gəlməmişdən qabaq, büyündən öz tədbiri gör. Əmir sahibi deyir ki, əturidin suraf, evə qayıtmaq istəyirsən. Deyir, bəli, innə əhli yaxafuna aleyh. Yəni, mən evdən çıxanda ailəmi ağlar qoydum, yəni. Onlar ağlaya-ağla qaldılar və mənim üçün çox narahatdılar. Buraxsan, gedərəm. İnsarif, get. Deyir, baxma ki, bu sözü dedi və mən çövürüldüm ki, saraydan çıxmağa, düşünürdüm ki, artıq mənim sonumdur. Çıxmaqla qılınc boynuma gələcək. Və mən gedirəm, bunların da qılıncları hamısı yuxarıda, göydə. Çoxdan qınından çıxıb, təsəvvürləyin. Və bir də gördüm, artıq evimin qapısındayam. Səlimən, qanimən, heç nə olmadan. Allahu Ekber. Yəni, doğrudan öldürmədilər məni, yəni. Nə baş verdi? Allahu Ekber. Yəni, sağ qayıtdı evə. Ölüm hadisəsi, qardaşlar, İmam Əvzə'i, mən çox müxtəsər elədim, çünki 2 dərsi götürdük. Yəni, o zühddə imamdır, təqvada imamdır, hədisdə, ilmlərdə, hamısı. Yəni, keçmiş alimlərdə gördüyünüz xislət, bütün sifətlərin eyni misli ondadır. Həmçinin alimlərin sənası. Hədisə başlamamışdan qabaq qusul almağı sevərdi. Sevərdi ki, onun bədənindən heç iyi gəlməsin. Tez-tez çimər yunardı. Yəni, hədisə təazim göstərərdilər onlar. Təharəti çox sevərdi. Və onun dərsinə
min yok, 2000 yok, 10.000, 15.000 insan toplaşardı ve onlar mescitte yok. Açık sema altında ders geçerdiler. Bütün dünyadan onun yanına hadisi eşitmək üçün gələrdilər. Və bir dəfə qış vaxtı olur, artıq o çinməli olur, çinməyə ehtiyacı olur. Yoldaşı qorxur ki, o xəstələnəcək, çinməsə, yox deyir, mütləq çinməliyəm. Və nə edir? Onun üçün hamamda manqal qoyur və çoxlu köz qoyur ora, alışdırır, hamam çox isti olur, qəşəng. Və deyir ki, şeyx, sən daxil ol və həyat yoldaşı onu çox sevərdi və ona çox hörmət göstərərdi. Sən içəri daxil ol, mən qapını arxadan bağlayacağım ki, sənə heç bir narahatsızlıq olmasın və qutaranda gəlib soruşacağım və qapını açacağım. Şeyx qusul alır və birdən közə nəm düşür və ora tüstüləməyə başlayır və şeyx boğulmağa başlayır. Qapıya yaxınlaşanda təbii ki, onlar fitərdən çimirdilər qardaşlar. Fitəndə göbəklə dizi bağlayan bir parçada ki, əfsuslar olsun ki, o adət bizdən gedib, ümidvaram ki, qayıdacaq inşallah. Şeyx qapını itələndə görür ki, qapı arxadan bağlıdır. Üstündən 1 saat keçir, həyat yoldaşı şübhələnir ki, bu niyə qurtarmadı? Gəlib qapını açanda onu səcdə halında boğulmuş və ölmüş görür. Rahiməhullah Teala, İmam Əbuzəyi. Yaxşı, burada məsələ var. Hamamda ölməyin hökmü. Məsələdə təfsilat var. Əgər hamama girən insan iman əhlidirsə və girmə məqsədi raf'ul hədəfül əkbar, raf'ul hədəfül əkbar, cənabəti qaldırmaqdırsa, təharət libasını geyinməkdirsə ki, ibadətlər elə bilsin, o ibadət üzərində ölmüş sayılır. Əgər məqsədi, niyyəti başqa şeydirsə, bu da fasik və günahkarlarda və kafirlərdə olursa, öldüyü şeyə görədir. Allah subhanahu teala eşitli faydalar dilsin. Hədə və sallallahu və səllim alə nəbinə Muhammed və alə alihi və sahbihi ecma'in. Barakallahu fikum.